Ve hoş gördük aziz tamaşaçılar, biz sizi yeniden Askar Arena'dan salamlayırıq. Bu sefer Cəbrayıl Karvan oyununun ikinci hissəsinə bağlanmışıq. Birinci hissədə hesab açılmadı. Komandalar 0-0'a getdilər soyunma giyinmə otağına və ikinci hissədə başladı. Mikrofon arkasında da mənəm, Demirov, Hüseyin Ağa. Ve top kapının yanından keçir. Cəbrayıl bu sefer sağ tərəfindədir. Karvan ise sol tərəfindədir. Birazdan baş məşqçiləri də təqdim edəcəm. Qapçı yanı, top qapının yanından keçir. Baş məşqçiləri təqdim edeyim sizə, deməli. Meydan sahiplerinin baş məşqçisi, Cəbrayıl komandasının çalışdırıcısı İlhad Nəzirli. Karvan komandasının baş məşqçisi ise 3-cü mövsümdəki 1-ci liqada qalmağı bacaran, baş məşqçi postunda 3-cü mövsümünü keçirdən Kənan Kərimov. Mikrofon arkasında da mənəm, Demirov, Hüseyin Ağa.